sizə Xırdalanda bir dənə ev tapmışam. 2-ci milyonçular məhəlləsində. Bu arxada gördüyüm bu ev 2 mərtəbədir, 5 otaqdan ibarətdir. Sənəd kupçadır, düz yolun qırağındadır bax. Bu darvazanın digər tərəfi yoldur. Bir dənə göstər həyəti bacanı. Görürsən bax, bu darvazanın digər tərəfi yoldur. Açdığın qapını çıxan kimi yoldur, trassasında. Bax burada podvalı var. Podvalına keçmək üçün yerdir. Gəl evin bu tərəfini göstərim bax. Sağına, soluna, arxasına, hər tərəfinə keçmək üçün yerdir. Keç oranı göstər bax, toyuğu saxlamaq üçün orada yerdə də var. Qəşəng səliqəli bir evdir. Monolit betondan tikilib, sənəti kupçadır, kupçası hazır əldədir. Gəl. Dövlət ipotekasına yararlıdır. Nəzərinə çatdıram ki, şəxsi tikili bir evdir. Deməli, qalxdıq. Bax bura yay mətbəx kimidir. Görürsünüz, qəşəng səliqəli güllər, çiçəklər, qarşısına avesi. Həqiqətən də super bir evdir, həyət evidir. Burada belə bir hamam ayaqyolu var. Buranı göstər. Görürsünüz. Qiyməti də yaxşıdır, yeri də yaxşıdır, yol kənarıdır. Həyətini bir daha göstər. Həyətə maşın daxil olur. İndi isə keçək evin içərisində göstərək. Olmuşuq evin içərisinə doğru. Gördüyünüz kimi geniş, səliqəli, birinci və ikinci mərtəbənin arası. Kupça, ən əsas kupça, təmiri yeni. Burada yerləşir evimizin qonaq otağı. Ev, bəzi əşyalar qalacaq, bəzi əşyalar çıxaracaq. 4 bir tərəfi qoşudaşla inşa olunub. Bir daha xatırladıram, sənədi kupçadır, kupçası hazır əldədir. Burada yerləşir. Birinci mərtəbədə bizdən çox istəyirlər ki, yataq otaqları olsun. 5 otaqlı evdir, qardaş. Hətta 6 otaq deyərəm mən buna. Qiymətdə ki, super qiymət deyəcəm, hamısını yazacam. Burada da bir dənə detski otağı var. Keçək indi isə ki, burada bax, bu qapının da ardında mətbəxdir. Sizə mətbəxi də göstərim. Burada da bax, gördüyün kimi mətbəxdir. Bütün pəncərələrin qarşısı açıqdır, sənədə kupçadır. Bir də xatırladıram, pəncərələrin rəşotkasızdır, hər şey hazır vəziyyətdədir. Buna bax, möhkəmliyə bax. Monolit beton, qalxaq 2-ci mərtəbəyə. Gör evin gözəlliyinə bax, bir dənə. Bax, mən yuxarı qalxıram, sən bir dənə onu göstər. Bir dənə terasa bax. Bəh, 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 bəh. Deməli, 3, 4, 5. Bir dənə də belə bir terası var, geniş səliqəli. Bax, o televizor yeri zadı, hər şeydə. Qardaş, belə evlər az sayda var, valla satışda. Belə evlər sən tapanməzsən satışda, buna bax. Qiyməti isə heç neçədir bu ev üçün. 125 min manata bu boyda evdir. Haradasa belə deyim də, 150 kvadratdan yuxarıdır. Buna bax. Buranı bağlayıblar. Amma göstərəcəm. Vay, açılmadı. Sən bir dənə o tərəfləri gör. Orada da bir dənə otaq var, onu da göstər, mən bunu açacağım. Aha, açdım. Bax. Çıxdım, balkonun, qəşəng səliqəli. Ətrafındakı villalardır hamısı. Əsas yolun kənarıdır. Gəl. Deməli, əziz izləyici, göstərdim bu otağı. Göstərdim babanda qəşəng səliqəli. Əziz izləyicilərim. Ya Allah, Allah ilk öncə alana da, satana da xeyir versin. Onu deyim biləsiniz. Çox aşağı göstərin. Satış qiyməti 125 min manat. Ev yəsimiz deyib ki, mən də burada qonşuyam. Deyib ki, ay qonşu, istəyən olsa indirim eləyəcəm, yaxşı da indirim eləyəcəm, satacağım. Mənə pul lazımdır. Bir daha xatırlayım. Allah alana da, satana da xeyir versin. Biz də sizin xidmətinizdir. Sağ olun, var olun.